Əgər sən də işləməkdən və dünyadan yorulmusansa, İlahiyyatçı Rüfət Qarayevin İncilər, Elmin Qapısı və Mənəvi Səyahət kitabını elə indi İsra Nəşriyyatdan sifariş et. İstədiyin ünvana çatdırılsın. Möminə xanım sual verir ki, zikr belə güclüdür. Deyirlər ki, zikr elədim, övladım dünyaya gəldi. Bu nə dərəcədə düzgündür? Ümumiyyətlə, zikir Allahı xatırlamaqdır. Allahı xatırlamağın da müxtəlif formaları var. Dilimizlə Allahı xatırlaya bilərik, qəlbimizlə Allahı xatırlaya bilərik. Baxın, bizim elədiyimiz söhbət də zikir sayılır. Bu söhbət içərisindən eşitdiyimiz bir cümlə bizi təsirləndirirsə, bizim qəlbimizdə Allaha inam yaranırsa və inamımız içərisində bütün həkimlərə getmişik, həkimlərdən çarə əldə edə bilmirik, amma eşitdik ki, Allahım övladı olmayanlara övlad nəsib eylə. Bu edilən duanın içərisində amin dedik və amin deməklə də təbii ki, bütün bioloji proseslər Allahın qüdrətindədir. Allah nəyə ol desə olar. Zəkəriyyə Peyğəmbər də yaşlı qoca kişi idi, Həzrət İbrahim əleyhissalam da yaşlı qoca kişi idi. Onlar eşidəndə ki, bunların övladı olacaqdır, heyrət içərisində qarşılayırdı. Hətta Sara anamız ki, ey İbrahim, mən bu yaşlı qoca çağında bu övladı necə dünyaya gətirə bilərəm? Amma Allahın ol deməsi kifayət edər, ol deməsi yetər ki, biz qəlbimizlə inansaq, Allaha yönəlsək və Allahdan səmimi istəsək, mütləq mənada yaşımızın neçə olmasına baxmayaraq, işlərin, bütün fürsətlərin, səbəblərin tükəndiyi və tıxandığı bir yerdə Allahın lütfü və qüdrəti, inayəti sayəsində Allah o insanlara övlad verə bilər.